Hər kəsə salam, kanalıma və videoma xoş gəlmisiniz. Əslində videolara çox az diqqət göstərildiyi üçün son zamanlar əslində səbəbini də bilirəm, çox short paylaşa bilmirəm. Ona görə vlog çəkməyəcəyimi düşünürdüm. Həvəsdən düşmüşdüm biraz, amma olsun, mən davam eləyəcəm. Əgər nəsibimdə varsa, inşallah olacaq. İnanıram ki, bir gün çatacağam bütün hədəflərimə. Ona görə də relax. Universitetdən gəlmişəm, birdən-birə açdım ki, dedim ki, başlayayım. Gəldim, gördüm ki, Bibi gel gəlib. Bibi hədiyyələr falan gətirib. Ola da göstərim. Mən çox bəyəndim, çox qəşəngdir. Rənglər aşırı gözəldir. Belə bir maska var. Bu istədiyim maskaraydı. İnşallah ki, qəşəng çıxacaq. Bibidən nə vaxt almışam, çox qəşəng çıxıb hamısı. Bir də belə bir dodaq qələmidir. Xoşbəxtəm. Bunları gəldim, gördüm, çox xoşbəxt oldum. Belə. Dostlar, biz yəni dərsi girmədik. 28-i gedirik, 3-cü dərsə çatacağımızı ümid edirik. İlk dəfə də universitet tarixini aktiv elədik. Aktiv, Şükür sana ya Rabbi. aktivdir şübhəli. Yox, zayıf deyirəm, qəşəng hava aldıq. Mama evdə olmadığı üçün və Mehrinə mən acıdığım üçün kartof kotleti eləyirəm. Çox şükür ki, bəyəndilər. Sabahınız xeyir. Bugün də mamanın günəş işə gedirik. Balamdır da mənim. Amma nə yiyibsə elə bil üstünə yiyib də, yəni köynəyin gününə baxım bir dənə. Burada da öz aləmində mənə mas göndərir. Can. Qarayım saçını. Saçlarımı niyə yonursan? Qarayadam saçını. Dicim evim. Eyvah. Mənə şiş vermişdim. Et işlətməmişəm. Bugün də mamanın kakaolu südündən sonlandırırıq. Universitetə gəldim və gördüm ki, ən sevdiyim hava, bu havada yağışa baxmağı, o torpaq qoxusunu içmə çəkib dua eləməyi o qədər sevirəm ki, təmizlənmiş kimi hiss eləyirəm. Çox qəşəng hiss etdirir. Bugün söhbət edəydim. Leyli otur. Məhmədzadə, Abdullazadə. Sifətimə arsız görməli nəticəsi məlumdur. Deməli, xalam oğlunun ad günü olduğu üçün universitetdən çıxıb xalagilə gəldim. Biraz dedik, güldük, oynadıq, qayıtdıq, çox şey çəkməmişəm. Yeni gündən hər kəsi salamlayıram, universitetə hazırlaşıram. Faberlikdən təzə pomada almışam. Bundan bir dəfə də almışdım. Çox qəşəng yağlı pomadadır. Bunun nömrəsi 41207. Bak o kadar istedatlı uşaqdır. Hara çıxırdısa, bak bunu görürdü. Niye bunun üzeri? Atalar niye çağırır? Ata yanında. Ata olmadan. Bugün də universitetdən çıxıb nənəklə gəldim. Çünki babanın ad gündür. Bu ay ad gündən boluq, yəni mamanın, xalam oğlunun, babanın. İş görür. Qaydanın statuslarına baxırdı. Herkese salam dostlar. Bugün 4-cü gündür. Hava qəşəngdir, təmizdir. Düzdür, səhərində, amma qəşəng təmiz hava var. Gedim görüm, inşallah avtobus tez gəlsin. O ki, birinci dərslər ki, qorxmadığım müəllimələrin dərsi olur. Elə rahat çıxıram ki, heç vecim olmur, neçə dəqiqə gecikdiyim. Ki, bilirəm ki, sağ olsunlar, qalib yazmırlar. Çox rahatam, çox. Gələn səhər smeniyəm. İndi öyrəşmişəm günorta olmağa. Rahat-rahat hərəkət eləyirəm. Gələn nə bilim. Amma heç şey olmaz, ən azından evə tez qayıdacağım.
Burada müəllimə Alim Qasımovun ifa eləməyini uzaq şəhərdən bağladı ki, bəs orada da Aliyə necə ki rol oynamaq deyildi, yəni onu yaşayır o səhnəni. Alim Qasımov da mahnını ifa eləmirdi, onu yaşayır. Belə bir əlaqələndirmə. Vacib məlumatlarım sizə. Adam çıxır səhnəyə oxuyur, roludur, bitirdi getdi. Alim yaşayır. Zeynəb gedib dostlar. 2 dərs ki yoxdur. Bura boş. Bura boş. Sabah boş. Yəni belə müəllimə düz mənə görür. Deyirdim ki, ikinci dərs üçün gedərəm, amma mümkün deyildi. Yəni düz mənə gördüyü üçün. Qabağım da boş olduğu üçün, yanlar da boş olduğu üçün. Belə dedim heç olmasa qiymət alım. O da küləkləri çıxartmır elə ki. Oturmuşam. Belə nə qəşəyəm. Bugün riyaziyyatda aktiv olduğum üçün müəllimə qiymət yazsın deyə çabalayıram. Sonunda axır ki, mənə də eşit və qiymətimi yazdı. Mənim yoxumdur. Nə olacaq? Mənim yoxdur. Mənim yoxdur. Çasan. 9'unu aldım dostlar, çok şükür. Gözlerim seni görürse benziyor. Gedək mənimə. Herkese salam, moldayam, mamaya hədiyyə almağa çalışıram. Tapmağa daha doğrusu. Bəli, tutacaqdı. Aylar içində. Lalə müğənni olacaq. Böyüyəndə müğənni olacaq. Böyüyəndə. 20 yaşında. Mən yazdım, mən 9 yazdım. Mən heç var. Dostlar, xoşbəxtlik çünki o qədər dua eləyirdik ki, o qədər dua eləyirdik ki, icazə versinlər deyə. İnşallah. Dostlar, şükür. Saat 8-də işləyir, 12 dəqiqə çatdım. Yoxsa biz metrodaydıq. Axırıncı dərs buraxmasaydılar. Gedim görüm, mamaya hədiyyəsini verim, inşallah bəyənər. Bu hissi çox sevirəm. Kiməsə yox, yəni sevdiyim birinə hədiyyə almağı çox sevirəm. Sabah ad gündür. Mən baba. Dostlar, bugün Zəfər günü münasibəti ilə biz görüşmüşük. Mehri var, Nərmin var burada. Gedirik ama hara getdiyimizi. Gedirik amma hara getdiyimizi bilmirik. Tapacağıq da axı bir yer belə. Hava çox gözəldir. Düz biraz çox qalın geymişəm amma belə. Uzaqdan gözləyirik. Cənab prezidentimizi gördük. Düz uzaqdan yenə də gözəl bir his idi. Gedirik, gedə görə yer tapırıq, biz yemək yeyək. Sonra da bilmirəm. Açam, aç. Mən də açam. Nərmin yeyib gəlib. Nərmin yeyib gəlib. Mən yesəm də acam. Gəl. Güzel. Onlar şöyle değişik. Şuna çıkmıyor ders. Sinircə. Ondan sonra bir də Dostlar, biz çox acıq. Saat neçədir? Saatidir. saat 16:02. 02. 5-2 dəqiqə işləyir. Mən Sərbilə çay içmişəm, 2 dənə fəraşiklə üstə. Targovdakı McDonald'sda o qədər adam var idi. Yəni nəfəs almağa yer yox idi. Ona görə 28-də gəlmişik. İnşallah molda o gün də olmaz. Mehri də yıxıldı. Yerə. Mehri tarqadı bayıldı qaldı. Mehri yanır. Mehri öləcək indi altından. Yapacaq. Yeni parada baxır da. Mehri o sarı acımadı. Xoşbəxt deyil. Dostlar, aldıq yeməyimizi, gəldik nənəgildə yedik, çay falan da içdik.
İndi çıxdıq evdən. Sən neçədir? 17-50. 17:57. Gedirik öz evimizə. Bircə şəkil çəkmək ürəyimdə qaldı, şəkil çəkdirmək. Amma olsun. Qəşəng gün idi. Düz biraz deyindik, az idik deyə ayaqlarımız falan ağrıyırdı. Amma olsun, yəni yadda qalan bir gün oldu. Belə. Dostlar, biz gəldik evə. 19-14 saat çatdıq. Belə. Nə qəşəngəm mən, maşallah. Göstərmirsən? Yox. Sən görmürsün bəlkə izləyicilər. Bugün həftənin bazar günüdür. Bibigil yeni ev alıb. Arzusunda olan hər kəsə qismət olsun inşallah. Biz də qonaqlığa gedirik. Çatdıq, çox şükür. Çox ürəyim bulandı maşında, amma şükür çatdıq. Tərpənmə döyərəm. Tərpənmə döyərəm. Baxım gözlə, bax. Liner kimi sütəcəkdim, olmadı. Bağla gözünü. Bana 54-64 nədir? 50 neçə? 54. Nədir? bu yerdən. Verməm, sağ ol. Bibi kitab oxumağı çox sevir və bu köşə ən sevdiyim köşələrdən biri ola bilər. Çayımızı da içək, gedək evimizə. Təxmini 4 saat olar ki, buradayıq. Bibi bilir ki, sevirəm mən də oxumağı. Dedi ki, bunun nəsə arxasını oxudum, konusu məni çəkmədi, sən oxuyarsan. Evdə kitabım var, onu qurtarım, başlayaram. Niyə tökdün aydanı? Götürür. Babası götürür. Nerede ağzı? Hey dostlar, vlogu burada sonlandırıram. Bəyəndinizsə kanala abunə olmağı, fikirlərinizi bildirməyi unutmursunuz. Görüşənədək.